boşluğa gətirək. Aha, sıra sayları. Deməli, sıra sayları haqqında nəyləri bilməliyik? Birincisi, sıra sayları əşyanın sırasına bildirir. Sıra bildirir. İkincisi, sıra sayları neçənci və bəzən də sifətin sualı olan hansı sualına cavab verə bilir. Bu sıra saylarının özəl xüsusiyyətlərindən biridir. Sıra sayları quruluşca sadə ola bilmir. Sıra sayları quruluşca olacaq ya düzəltmə, ya da mürəkkəb. Sıra sayları yaranır ıncı şəkilçisi vasitəsilə, bunun qısaldılmışı ıncı şəkilçisidir. Sıra sayları ıncı şəkilçisi vasitəsilə yaranacaq. Sıra saylarından sonra gələn isim. Özündən sonra isim, burada yadda saxlayın, həm təkdə, həm tək, həm cəmdə. Yəni, özündən sonraki isim təkdə də gələ bilər, cəmdə də gələ bilər. Və yadda saxlayın ki, dediyimiz kimi, ümumi sayların özündən yaranır. İstisnalar isə əvvəl, axır, filan və son sözlərdir ki, bunlar başqa nitq hissəsindən say yaranır. Bunlara, bu sözlərə ıncı şəkilçisini artırmaqla ayrı bir nitq hissəsindən biz sıra sayı formalaşdıra bilirik. Bunu yadda saxlayacaqsınız. İndi keçək nümunələr üzərində danışaq. Məsəl üçün, ikinci sıra və yaxud da ki, üçüncü adam. Kim? Adam. Neçənci adam? Üçüncü adam və yaxud da ki, hansı adam? Üçüncü adam. Sizə testdə düşəndə ki, hansı nümunədə sifətin sualına cavab verən say işlənmişdir, birmənalı şəkildə siz orada sıra sayı axtaracaqsınız. Sıra sayı axtarırsınızsa, deməli ya düzəltmə bir say axtarırsınız, ya da mürəkkəb bir say axtarırsınız. Üzərində də ıncı şəkilçisinin olmağı demək olar ki, mütləqdir. Əgər ərəb rəqəmlərindən istifadə edirik. Yox, əgər Roma rəqəmlərindən istifadə ediriksə, burada ıncı şəkilçisinin olmağı mütləq deyil. Yadda saxlayın bunu. Yəni, əgər mən 5 yazıramsa, bu 5-ci deməkdir. 5-ci deməkdir. Artıq mən 5-ci yazıramsa, bu yazılır səhvdir. Mütləq şəkildə yadda saxlayın. X işarəsi 10-cunu bildirir. 10-u yox, 10-cunu bildirir. 10-cu deməkdir bu. Yəni, bu işarə. Deməli, biz buradan qənaət edirik, nəticəyə gəlirik ki, əgər mən bu rəqəmi yazıramsa, bu rəqəm özü düzəltmədir. Düzəltmədir. Əgər bunu yazıramsa, bu da düzəltmədir. Əgər bunu yazıramsa, bu da düzəltmədir. Yox, əgər mən 15 yazıramsa, 15. Bu nə deməkdir? 15-ci. Düz deyilmi? 15-ci deməkdir. Bunu nə götürəcəm quruluşca? Artıq mürəkkəb. Çünki biz qayda qoymuşduq. Əgər mürəkkəb bir sözə istənilən qədər leksik şəkilçisi artırsam da, onun quruluşu dəyişməyəcək. O yenə də mürəkkəb olaraq qalacaq. Deməli, Roma rəqəmi ilə yazılan sıra saylarında şəkilçisini görməsək də, onlar quruluşca ya düzəltmə, ya da mürəkkəb olacaq. İndi baxın, yazıram bura, tutaq ki, yazaq 40-cı. 40-cı olacaq düzəltmə. Yazsam, 41-ci bu artıq olacaq mürəkkəb. Yəqin ki, bunu fərqləndirə bilirsiniz. Mən əgər bura 30 yazsam, 30-cu, bu olacaq düzəltmə. 38-ci, bu artıq olacaq mürəkkəb. Sıra sayları ayrı yazılır bu formada, əsas etibarilə. Belə, bu da oldu bizim sıra saylarımız. Sıra saylarından sonra gələn isimlər dedik, həm təkdə, həm cəmdə işlənir. Yəni mən 5-ci sinif də deyə bilərəm. 5-ci siniflər də deyə bilərəm.
Heç bir fərqi yoxdur. Mən 11-ci sinif də deyə bilərəm. 11-ci siniflər də deyə bilərəm. Bunların da heç bir fərqi olmayacaq. Yəni sıra sayları hər ikisində işlənə bilər. Gələk indi əvvəl-axır sözlərindən danışaq. Baxın. Əvvəl sözü zərfdir. Əvvəlinci sözü artıq olacaq düzəltmə sıra sayı. Sıra sayı. Bu formada. Filan sözü əvəzlidir. Filan sözü əvəzlidir. Filanıncı sözü isə artıq olacaq düzəltmə sıra sayı. Daha sonra axır sözü isimdir. Axırıncı olacaq düzəltmə sıra sayı. Son sözü yenə də isimdir. Sonuncu olacaq düzəltmə sıra sayı. Yəni bu 4 söz yeganə sözlər kateqoriyasıdır ki, ıncı şəkilçisi bunların üzərinə artırılır və başqa nitq hissəsindən say formalaşır. Bir də yadda saxlayın ki, neçənci sözü isə Azərbaycan lüğətində yeganə sözdür ki, tərkibində ıncı şəkilçisi var, yəni say düzəldən şəkilçisi var, amma sözün özü say deyil. Yəni ıncı şəkilçisi burada sual əvəzliyin formalaşdırıb. Bu yeganə sözdür bu formada. Bu da oldu bizim sıra saylarımız. Deməli, indi qaldı bir mövzumuz sayın isimləşməyi. Rauf müəllim. Bəli, buyurun. Bu neçənci qrammatik olaraq hansı hissəyə aiddir? Yəni də gedir ümumiyyətlə. Qrammatik olaraq əvəzlik. Əvəzlik, hə? Bəli, sual əvəzliyi olacaq. İstənilən sual, kim, nə, hara, kimdə, nədə, harada, nə üçün, nə oldu, nə etdi, neçənci, nə qədər, hamısı bunların sual əvəzliyidir. Sual. İndi sayın isimləşməyindən danışacağıq. Sayın isimləşməyi nə deməkdir? Bunu başqa cür sizə verəcəklər. Sayın ismin xüsusiyyətini daşımağı. Nə deməkdir ismin xüsusiyyətini daşımağı? Birinci o deməkdir ki, ismin sualına cavab versin. İsmin sualına cavab verməlidir. Cavab versin. Söhbət saydan gedir. Say ismin sualına cavab versin. İkincisi nə deməkdir? Xırdalıqları yazıram deyə deyirəm. Hal şəkilçisi qəbul eləsin. Hal şəkilçisi qəbul etsin. Qəbul etsin. Üçüncüsü, kəmiyyət şəkilçisi, yəni cəm şəkilçisi qəbul etsin. Dördüncüsü, mənsubiyyət şəkilçisi. Mənsubiyyət şəkilçisi qəbul etsin. Gördünüz ki, 5-ci olaraq şəxs sonluğunu yazmadım. Niyə yazmadım, onu da deyəcəm. Deməli, birinciyə baxıram, deyirəm ki, 5 2-dən böyükdür. Necədir, nə cürdür? Böyükdür. Neçədən böyükdür deyə bilmərəm. Amma nədir böyük olan? 5. Nə? Nə sualına cavab verdi? İsmin sualıdır. Deməli, burada say isimləşib. Nədən böyükdür? 2-dən böyükdür. Neçədən yox. Nədən böyükdür? 2-dən böyükdür. Deməli, 2 dənə sayın ikisi də isimləşib. Bu hal şəkilçisi qəbul edib isimləşib. Bu, birbaşa ismin sualına cavab verib isimləşib. Hər ikisi də ismin sualına cavab verir. Və yaxud da ki, burada deyə bilərik ki, ikincilər gəldilər. Nə etdilər? Gəldilər. Kimlərdir gələn? İkincilər. Görürsünüz, artıq kim sualına cavab verdi? Bu da ismə aid bir sualdır. Larlər də qəbul edib burada eyni formada. Hal şəkilçisi qəbul eləməyi buna daha çox sıra sayları isimləşir. Burada hal şəkilçisi qəbul elədi, bu öz yerində. Mən belə də yaza bilərəm. 10-cular, 10-cu, daha doğrusu 10-cuya hədiyyə verdik. Nə etdik? Verdik. Nəyi verdik? Hədiyyəni kimə? 10-cuya. Gözü kimə sualına cavab verdi? A-ə yönlü hal şəkilçisini qəbul elədi. Say, deməli isimləşib burada. Cəm şəkilçisi qəbul eləsin. 5-cilər məsəl üçün gəldilər. Nə etdilər? Gəldilər. Kim? 5-cilər. Kim sualına cavab verdi? Mənsubiyyət. Onun üçü, deyək ki, onun üçü bizə baha başa gəldi.
baha başa gəldi. Nə? Onun 3-ü. Fikir verin, nə sualına cavab verdi? 3-ü burada mənsubiyyət şəkilçisini qəbul elədi. Deməli, artıq burada isimləşdi. Deməli, siz baxırsınız cümləyə. Cümlə daxilində gördüyünüz istənilən bir say. Əgər ismin sualına cavab verirsə, deməli isimləşib. Əgər hal şəkilçisi qəbul edibsə, deməli isimləşib. Əgər cəm şəkilçisi qəbul edibsə, deməli isimləşib. Əgər mənsubiyyət şəkilçisi qəbul edibsə, deməli isimləşib. Eyni ilə bunu sifət üçün də deyə bilərsiniz. Sifət ismin sualına cavab verirsə, demək isimləşib. Hal şəkilçisi, cəm şəkilçisi, mənsubiyyət şəkilçisi qəbul edibsə, deməli isimləşib. İndi baxın, belə bir şey də ola bilər. Uşaqların çoxu dərsi bilmir. Hə, baxın, çoxu sözündəki u mənsubiyyət şəkilçisidir. Çox söz özü nədir? Saydır. Artıq burada nə edib? İsimləşib. Niyə? Çünki u şəkilçisini qəbul edib. Burada yadda saxlayın və yaxud da çoxları da ola bilərdi, çoxlarına da ola bilərdi, yenə də sayın isimləşməyi sayılacaq. Niyə mən şəxs sonluğunu yazmadım ora? İndi yazıram, baxın. Belə insanlar çoxdur. Nədir sualına cavab verməz axı bu? Çoxdur. Nə qədərdir? Görürsünüz? Nə qədərdir? Nə qədərdir sualına cavab verdi. Nə deməkdir bu? O deməkdir ki, şəxs sonluğun qəbul etməyinə baxmayaraq, say isimləşməyib. Say olaraq da qalıb. Çoxdur. Nə qədərdir? Kim? İnsanlar. Hansı insanlar? Belə insanlar. Yəqin ki, burada bir problem görmədiniz. Və yaxud da ki, indi deyirəm ki, qalib gələn və yaxud da ki, gələnlər deyək ki, 7-cilərdir. Bax, burada dırdiri qəbul elədi. Artıq mən neçəncilərdir sualını verə bilmərəm. Kimdir? 7-cilərdir. Kim? Qalib gələnlər. Burada artıq say isimləşdi. Şəxs sonluğun qəbul edib. Larlər olmaya da bilər. Qalib gələn 7-cidir də ola bilər. Bunda da ismin sualını verə bilərik. Ona görə də şəxs sonluğun qəbul eləmiş say isimləşə də bilər, isimləşməyə də bilər. Bu baxımdan da biz net şəkildə, yəni qəti qərarla deyə bilmərik ki, əgər filan bənddə say xəbərli şəkilçisi qəbul edilibsə, isimləşib. Deyə bilmirik. Qaldı bir şey də deyim sizə, sayın amonimliyi. Bu haqda da bir balaca danışım, deməli. Bir sayı amonim kimi işlənə bilir. 80, 40, 50 müəyyən miqdar sayılarından, bir də 1000. Ağlıma gələnlər bunlardır. Deməli, bir sayı ədad kimi də işlənə bilir. Bir sayı müəyyənlik bildirən miqdar sayı kimi işlənə bilir. 80 feil kimi işlənə bilir. 80 mənasında say kimi işlənə bilir. 40 feil kimi işlənə bilir. 40 say kimi işlənə bilər. 50 sifət kimi işlənə bilir. Sifət. Bir də 50 say kimi işlənə bilir. Yenə 1000 feil kimi işlənə bilir və 1000 sifət say kimi işlənə bilir. Baxaq, ədad kimi nə vaxt işlənəcək? Yadda saxlayırsınız nəyi? Əgər bir sözünü hər hansı bir cümlə daxilində, belə yazaq, 2 sözü ilə əvəz eləyə bilirsinizsə, burada bilin ki, bir saydır. Məsəl üçün, bir kitab alacam. Və yaxud da ki, 2 kitab alacam, 3 kitab alacam, deməli burada saydır. İndi deyirəm ki, 1 sən bacararsan. 1 sən bacararsana, 2 sən bacararsan deyə bilmərəm. Bircə, təkcə, tək, yalnız sən bacararsan deyərəm. Burada artıq 1 olacaq ədad. Və yaxud da ki, bir deyək ki, bir belə yox, belə yazmayaq. Yazaq, belə bir xalı alacam. Belə bir xalı alacam. Bizə verilir
bir belə xalı alacam. Bunu fərqləndirmək verilir bizə. Necə eləyəcəyik? Burada görürsünüz bir sözü sifətləşən bir sözlə ismin arasında işlənib. Bayaq dediyimiz qaydaya əsasən bu olacaq ədad. Bir belə xalı alacam. 2 belə xalı alacam. 3 dənə belə xalı alacam. İşlədə bilirəm. Burada artıq olacaq say formasında. Səksənmək olanda feildir. 80, 80 mənasında saydır. Nəyəsə baş qırxmaq mənasında feildir. 40 mənasında olacaq say. 50 sözü yadda saxlayın. 50 sözü düzəltmə sözdür. Sifət kimi 50 ayaqlı mənasında olacaq sifət. Sadə söz kimi 50, bunların başlanğıc formaları eynidir. Sadə söz kimi isə olacaq say. Min sözlə minmək mənasında feil, adi tək götürüləndə say. İndi yadda saxlayırsınız nəyi? Baxın, çox sözü qismən yazacağam. Az sözü, bir az sözü, bir xeyli sözü və birini də deyək xeyli sözü. Bu sözlər zərf kimi də işlənə bilir. Zərf, hər iki söz və say olur. Amma amonim deyil. Amonim deyil. Nəyə görə amonim deyirlər bunlar? Çünki bunların mənası eynidir. Mən yazanda çox danışdı, bir də çox adam, hər ikisi nəyinsə çoxluğunu bildirir. Danışdı deyəndə hərəkətin, kəmiyyətin bildirir. Adam deyəndə insanın, əşyanın çoxluğunu bildirir. Ona görə də bu sözləri biz amonim kimi götürməyəcəyik. Mütləq şəkildə yadda saxlayarsınız bunları. Bu da bugünlük mənim sizə deyəcəklərim oldu. İndi kaydı saxlayacağam. Siz olan suallarınızı verərsiniz.